Növbəti izləyicimizin gözəl bir bağı və çıxış satışa tam olaraq 12 sotda inşa olunub. Torpaq sahəsi də əladır, kvadrat formasındadır. İlk diqqətimi çəkən bu palma ağacı oldu. Tikilən vaxtdan buradadır və xüsusi gözəllik qatır. İçəri daxil olan kimi mərkəz hissəsi boş bir sahədir. Sağ tərəfinizdə yaşıllıq, sanitar qovşaq, bu hissədə 2 maşınlıq yer, onun tam yanında yayğış mətbəxi, ardında isə mühafizə evi. Torpağın bu hissəsini ağacları üçün nəzərdə tutublar. Daxilində də bir neçə bar verən meyvə ağacları var. Tikili də 250 kvadrat metrdir, ağla ilə üzlənib. İndi isə keçək daxilinə. Tavanı da hündürdür. Bu hissədə qonaq otağı, əlavə olaraq mətbəx, yataq otağı və hamam hissəsi. İkinci mərtəbədə isə istirahət zonası, 3 yataq otağı var. Əsas yataq otağının daxilində şəxsi hamam, ikinci hamam isə xol hissəsində yerləşir. Dəyərli dostlar, bağ ev haqqında bütün bilgilər mətn bölməsində qeyd olunub. Baxış keçmək üçün isə zəng edin.